Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, 3-cü Dünya müharibəsi təhlükəsindən narahatdır. O, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb. Dünyanın 3-cü Dünya müharibəsinə doğru sürüşməsindən, o cümlədən İran və İsrail arasında qarşıdurma səbəbindən narahat olduğunu bildirən Rusiya lideri münaqişənin həll yollarını tapmağa çağırıb. Münaqişə üçün böyük potensial var və bu getdikcə artır. Bu birbaşa bizə də aiddir. Ukraynada yaşadığımız münaqişə və əlbəttə ki, biz İranın nüvə obyektləri ətrafında baş verənlərdən də çox narahatıq. Yaxın Şərqdə baş verənlər diqqət və münaqişənin xüsusən də sülh yolu ilə bütün istiqamətlərdə həlli yollarının axtarışını tələb edir. Bura toplaşmağımızın səbəblərindən biri də budur.